İşıqlı düşüncələrin izi ilə insan, təbiət və texnologiya. Bugünkü mövzumuz həyatda hər şeyə qaça-qaç, həyəcan, təlaş, təşviş və bunun insanın rahat və məhsuldar yaşamasına olumlu, olumsuz təsirindən danışacağıq. Hər şeydən əvvəl biz düşünməliyik ki, biz insanıq. Allahın yaratdığı ən əşrəfli bir canlıların içində ən mükəmməl bir yaradığıq. Ona görə də hər şey insan naminə, insanın rifahı naminə, ağıllı yaşam naminə, mənalı həyatı davam etdirmək eşqinə hər şey tənzimlənməli və müəyyən gözəlliklərlə yoğrulmalıdır. Nədən ibarətdir bu dediyimiz tezislər? Biz bilirik ki, biz dünya məhsum şəkildə gəlirik. Xam bir formada həyatımızı sürdürməyə bir məhkumuq. Və belə də xam və məhsum bir dünyaya gəliş, Allahın öz fitrətindən yansımış dəyərlərlə, bütün incəliklərlə biz sonraki ömrümüzü, həyatımızı və varlığımızın mənasını axtarmağa çalışırıq. Və belə də bu yolda ilk bizə gözümüzü açıb öyrənməli, duyğu, hiss üzvlərimizin qavradığı, hiss etdiyi dəyərləri anamız və eləcə də ana təbiətimizlə demək, öyrənməyə sövq edilirik. Yəni, ən böyük məktəb həyatdır. Elə məktəbin özü də həyatın simvolizidir. Bəli, həyatın özündən dərs alan, həyatın özünü məktəb bilib öyrənən bir insana bir ömür boyu dərsə ehtiyacı yoxdur. Onun müəllimdən fərqi olaraq həyat öncə insanları imtahan edir, sonra öyrədir. Müəllim öyrədir, sonra imtahan edir. Odur ki, həyatın dərsi, həyatdan dərs almışdıq bir ayrı məsələdir. Bəli, məsum və körpü olaraq biz həyatdan başlayırıq onu hiss etməyə, duymağa, ağıl, zəka, idrak, hər üçü bir arada insanı yönləndirməyə çalışır. Və burada yerinə bir şey düşür ki, olum və ölüm arasında insan bir ömür yaşamalı olur. Yəni, olumla ölümün arasında bir trayektoriya qət etməli oluruq. Nədir bu? Ora bir hədəfdir, ora bir bizim varış nöqtəmizdir, nəticədir və biz elə məna da həyatın onda tapırıq ki, biz o nəticəyə ağıllı, məqsədli, çalışqan, təbiətlə uyumlu və özümüzü yetişdirərək bir insan kimi demək o məqama yetişək. Onun üçün bu yolda indi bərabər irəliləyək. Demək ki, ömrümüzdə 4-25 üzərindən bir 100 hesab etsək, olum-ölüm arasında və bu qərinələrlə dolu bir sonsuz ümman içində 100 il nədir ki, bir maddi nöqtə kimi. Fəqət bu 100 ildə elə bir ömür yaşamaq olar ki, əsrə sığmaz. Elə bir izlər qoymaq olar ki, insanı ölümsüz edər. Doğrudan da insanın əsl ölümsüzlüyü onun arxada qoyduğu izlərləndir, əməlləndir və onu necə yaşaması iləndir. Odur ki, biz həyəcan, təlaş, təşviş içində bugün qaça-qaçdayıq. Sanki nəyə çatır, nəyə qaçırıq, nəyin arxasınca gedirik. Zaman da bizimlə öz icadımız olan bu təbii zaman və bizlə yarışdadır. Nəhayət, biz əgər bunu düşüncəli, anlayışlı, fərqində olaraq yaşarıqsa, zamanı demək, məhsuldar dəyərləndirmiş oluruq. Əgər biz onu xaos, nizamsız və necə gəldi yanaşırıqsa da zamanın nə günahı, bu bizim özümüzün yanaşmamızın öz məsələsi olur. Və belə də insanlar fərqli, fərdi düşüncələri ilə öz həyatını şəkilləndirmiş olur. Demək ki, indi əsrimiz bilirik ki, texnologiya əsridir. Bugün ağıllı internet platformaları
informasiya ilə dolub daşır. Bu yanda da biz həyatımızı necə etməliyik ki, mənalı olsun. Oradan öz nəsibimizi alaq, faydalanaq, həm həyatımızı yaşayaq, həm məna qataq, həm də təbiətlə bir harmoniya təşkil edək. Bunlar üçün bunları çox gözəl adını da qoysaq, vaxt idarə olunması, zaman menecmenti desək, insan şüurlu şəkildə ona öz yanaşmalarını demək sərgiləmiş olar. Bu nədən ibarətdir? Əlbəttə ki, dediyimiz kimi, ölüm arasındakı bir ömür bir fanidir. Necə ki deyirlər, doğulan körpüyə qulağına xütbə oxunur, azan oxunur, namazı qılınmır. Ölən bir insanın da namazı qılınır, xütbəsi oxunmur. Nədir bunun hikməti? Yəni, olumla ölüm arasında o qədər ani bir məsafədir. Dünyanın varoluş müddətində bir 100 il olsa belə ömrümüz çox bir kiçicik bir zərrə, bir toz qədərdir. Yəni, doğumda oxunan azan, ölümümüzdə qılınan namazla, yəni səsi qulağımızdan getməyib, yəni davam et. Bu da buna adına ömür deyirlər. Və belə də deyirik, bir göz qırpımında ömür axıb gedir. Yəni, göz qırpımı. İnsan, belə də deyirik, ölüm gözlə qaş arasındadır. Elə gözlə qaş arasında baxsaq, elə burnumuzdur. Bir insan 4 dəqiqədən artıq nəfəs ala bilmir. Yəni, bunların hamısı faniliyin elementləridir. Həyatın keçiciliyinə işarədir. Onun üçün də biz qolumuzu çərməliyib, neynəməliyik? Mənalı həyat yaşamalıyıq. Həyata mənanı nə ilə? Allahın bizə verdiyi zəka ilə, idrakla və onların müəllimi olan, yol göstərən ağılla biz yola çıxmalıyıq. Əlbəttə, bizim fikirlərimiz niyyətimizdən doğur. Niyyət ilahi ilə bağdadır. Əgər fikirlər xamdırsa, fikirdən düşüncəyə keçidin özündə biz onları şəkilləndirə bilərik. Yəni, onların arasında bir filtr də qoya bilərik. Nə negativdir, nə pozitivdir. Olumlu, olumsuz olaraq fikirdən düşüncəyə keçəni irdələsək, onları biz ələkdən keçirsək, zaten bütün hərəkətin ilk nöqtəsi düşüncədir. Bizim düşüncə gücümüz bizim əməllərimizin təməlidir. Nə düşünürsən, elə osan. O baxımdan da əməl artıq düşüncənin məhsuludur. Əməllər insanın həyatında hər şeyi ifadə edir. Çünki hər şey əməldir, yerdə qalanı üstə gəldi. Nələr etsək əməlin üstündə dəyərə dəyər qatmış olur. Belə də biz hədəfi seçdik, ağlımızı, idrakımızı, düşüncələrimizi formalaşdırdıq. İndi yola davam. Bu yolda əlbəttə mənalı düşünüb yaşayan insan o kəsdir ki, onun bir hədəfi olur, bir məqsədi olur. Həyatda özündən sonra arxada bir iz qovub getməli olur. Belə də deyilir, ağıllı, müdrik, arif o kəsdir, arxasında qoyur bir əsər. Əsəri olmayanın yerində illər əsər. Və gerçək də ölüm doğrudan o zaman baş verir ki, insanı son xatırlayan insan ölmüş olur. İnsanı xatırlandıqca onun işıqlı izi arxada qoyduğu, demək, qrup yaratdığı əməlləri var olduqca o yaşayır. Odur ki, o hədəfə gedərkən biz həmi ağlımız, həmi sezgimiz, həmi təbiətlə uyumumuz, onun məktəb olduğunu dərk etməyimiz, həyatdan addımlayarkən biz bilirik ki, sudan, oddan, mis turbadan keçərək öz dərimizdə biz yetişmiş oluruq. Öz təcrübəmizdə biz həyatı, dəyərlərini qazanmış oluruq. Bunun üçün də təcrübə və nəzəryə burada gündəm olur. Nəzəriyyəsiz təcrübə təbii ki, görmür uzağı, ona bələdçilik edə bilmir. Nəzəriyyəsiz təcrübə dolayısıyla kördür. Təcrübəsiz nəzəriyyədə məhsuldar deyil, yəni nəticə yoxdur, son məhsul yoxdur. Bunun hər ikisinin vəhdəti təbii ki, hər zaman səmərəli bir demək, sonuç verir, ürək açan bir nəticəyə gətirib çıxarır. O təcrübə də deyərkən bu öz-özünə yaranmır ki, təcrübəni biz həyatda məqsəd yönlü çalışmalarımızdan bəhrələnərək əldə etməliyik. Nədir? Mütaliədir. Nədir? Dünya görüşüdür. Nədir? Gəzmək, görmək, oxumaq, mübadilə etmək, paylaşmaq, həyata keçirmək, tətbiq etmək və
bir bunların geri dönümü. Bu geri dönüm dediğimiz artıq bir dövrədir. Necə ki, həyat bir estafeti digərini ötürə-ötürə və bu istər nəsillər arası, istər təbiətin özünün harmoniyasında, necə ki, bir buğda dənəsi düşür, boy atır, sümbül olur, sonradan dənələnir, yenə buğda olur. Bu ötür-ötür estafetində, yarışında təbii ki, biz bunların fərqində olaraq həyatı mənalı etməliyik. Və mənalı etdiyimiz zaman biz o zaman yaşayırıq deyirik. Çünki insanlar var ki, yemək üçün yaşayır, insanlar var yaşamaq üçün yeyir. Bunlar tam fərqli bir yanaşmadır. Arxasında iz qoyan, hədəfinə nail olmaq istəyən, o yolla demək varıb ali məqsədlərini gerçəkləşdirən bir kəs doğrudan da həyatın içində həyatı dərk edərək öz gəlişinin niyə bu dünyaya gəldik mənasını tapmış olur. Bu yolda da əlbəttə insanın bəli, bütün həyat eşqi həvəsin üzərindədir. Elə həyatın mənası da bil ki, həvəsdir. Kamın almayınca demək ki, bəsdir. Mənalı düşünüb gəzən o kəsdir. Təbii ki, bunu bilməyənə hər şey həvəsdir. Odur ki, biz həyatda, həyat eşqi ilə, o hədəf seçdiyimiz məqsədlərə mütaliəmizlə, bizim qiraətimizlə, təcrübə mübadiləsi ilə, el dilində desək, gör-götürlə gəlirik. Görmək lazımdır, götürmək lazımdır, həyata keçirmək lazımdır. Reallaşdırarsan sən olursan. Zaten sonuç real olarsa, reallaşmış olursan. Belə də hədəf elə qarşıda və bunun içində də nə yaranır? İnsanın həm mənalı yaşaması, həm məqsədli yaşaması, həm uyumlu yaşaması, həm təlaşı, təşvişi, qaça-qaçı, həyəcanın ötəsinə keçmək, rahat bir sükunətinə varmaq olur. Sükunətdə insan müvazinətini tapır, dəngə tapır, balans tapır. Əslində sıfır nöqtəsi hər şeyin ilk nöqtəsidir. Uzun məsafələri qət edərkən də insan ilk addımdan başlayır. İlk addım atmaq üçün sıfıra, balansa, dəngəyə gəlmək lazımdır. Elə meditasiyalarda, dərin təfəkkürlər də, şərqin dərin ilmi təsəvvüfü də insanı özünü dərkə, özünü sükunətə, özünü müvazinətə hazırlayaraq daha dərin, daha uzun yolçuluqlara davam kimi demək səciyyələndirilir. Belə də insanda küllü dünya, küllü aləm onda cəmləşib. Biz özümüzü həmin sükunətdə və meditasiyada tapa bilərik. Daxilimizə yolçuluq, üçüncü göz, bəsirət gözü, bunların hamısı ifadə olunmuş yetərli qədər özünü təsdiq etmiş yanaşmalardır. Bəli, biz huzur və sükunətimizdə rahatlığımızı taparkən idrak daha çox dərk edir, qavram daha çox algılayır, sezgi daha çox təmasa girir, ağıl isə rəhbərdir. Ağıl məhsula yönəldir, nəticəyə yönəldir və həyatın qayəsidir. Buna bu yolda irəliləmək üçün hər zaman motivasiya lazımdır, hər zaman stimullar lazımdır. Elə doğrudan da həyat deyir bir nəfəsdir aldığımız qədər, həyat bir gözəllikdir daldığımız qədər, həyat bir qəfəsdir qaldığımız qədər. Bunun fərqində olaraq nə qədər insan bir ömrünü, elə bir ömür yaşaya bilər ki, bir həqiqətən də hər kəs üçün örnək misal olar, ibrətamiz olar və bu dediyimiz meditasiyada özünü tapmaqda, daxili aləmini, potensialını üzə çıxarmaqda ona öz sükunəti, özünü kəşf etməsi, fəth etməsi çox önəm daşıyır. Belə də bu uzun hədəfdə, yaxın, qısa, orta məsafədə insan əgər daim inkişafdadırsa, özünü təhlil etməkdədirsə da, özünü dərkdədirsə da, onun hər zaman müvəffəqiyyəti qaçılmazdır. Belə də biz bu yolda insan, təbiət, texnologiya dediyimiz mövzuda vaxt mühəndisliyini, insanın hədəfinə varmasını, bunları əlaqəli, uzlaşmış şəkildə yönətməliyik. İnsan öz həyatının yöneticisidir, öz düşüncələrinin hakimidir, öz hüququnun eyni ilə öz sağlığının, öz varlığının demək rəhbəridir.
Bu yöndə də hər birini məqsəd yönlü, hədəfə doğru, ağıllı idarə etdikdə hər zaman başarılar, uğurlar insanlandır. Və mən düşünürəm ki, texnologiyanın da sirri, yeniliklər də, informasiyalı cəmiyyətdə, informasiya cəmiyyəti də, bugün ictimai iştirakçılıq da hər şeydə insana vaxtla düzgün rəftarı diktə edir. Çünki biz informasiyanı artıq bugün istifadə etmirik. İnformasiya sirridir. Biz onu sanki yeyirik. Ən çox istifadə olunan bir əmtəyə çevrilib. Ən strateji bir məhsuldur. Ən tez köynələn, fəqət ən çox belə deyərdim, ehtiyacı olan bir nəsliyə çevrilib. Və bir informasiya sirrində, informasiya bolluğunda insanı əlaqədar edən ən vacib amil vaxtdır. Vaxtın idarə olunmasıdır. Burada Şərqin fəlsəfəsi var, Qərbin fəlsəfəsi var. Şərqin el özü də bugün Daoizmidir, Buddizmdir, Hind fəlsəfəsi, meditasiyalarıdır. Bunlar insanı sükunətində ən fövqəlbəşər bir varlıq olduğunu, özünü tapmağa xidmət edən treninqlərdir, sınaq məşqlərdir və insan doğrudan da həqiqətən də sonda fəhm edir, idrak edir ki, Allahın həqiqətən yaratdığı sənət əsəridir, ən əşrəfli bəndəsidir. Elə də bizim sufi, hurufi nəzəriyyələrində, saflıq ideyalarında biz insanı nə qədər dərin, nə qədər incə və hər tərəfli onun özündən yaranan, özünün bəsirətində, hikmətində, fitrətində cəmləşən dəyərləri sufi və bizim təsəvvüf elmi ortaya qoyur. Odur ki, bunların hamısını cəmləşdirərək şərq, qərb desək də ağlın yolu birdir. Ağlın yolu mənalı yaşamaqdır, uyumlu yaşamaqdır, vaxtı dəyərləndirməkdir, vaxt məhfumunu səmərəli istifadə etməkdir, sonuca varmaqdır, hədəfi demək nail olmaqdır və bunun yanında da nə yaxşı ki, mən varam. İnsan kimisə təqlid deyil, özünün özü olmalıdır, həqiqi mən olmalıdır, öz səsi olmalıdır, öz sözü olmalıdır və geriyə dönüb sevinməlidir. Mən arxamda bir iz qoydum və bu iz ibrətamizdir və həyatın mənasıdır. Bunun içində maddi, mənəvi dəyərlər, mənalı həyat, təbiətlə uyum, harmoniya, eyni zamanda sosial həyatda qaynar və özünü tapmaq, gerçəkləşdirmək, həyata keçirdiyi məsələlərdə dörd ünsürü, fiziki ehtiyacını, sosial statusunu, nə olacağın, kimliyini, məsləyini və özünü gerçəkləşdirmək kimi bu dörd həyata amili tamamlamış olacaqsan. Belə də xoşa gəlsin halına ki, bu ardıcıllığı həyata keçirə bilir, sükunətini qura bilir, idrakını özü fəhm edir, zehni, zəkası ilə, yolunu ağılla demək bağlayır, ağılın rəhbərliyindən su içir və bütün bu hikmətləri bir quş misalı dənə-dənə, damcı-damcı alır, yerləşdirir bənnas ayağı öz zəkasında və orada o mənimdir deyir, mənimsiyir. Mənimsədikcə də onun yol göstərəni olur. Bəli, bu elə bizim qayəmizin, məğzimizin, danışığımızın əsas yolu olan şıxlı düşüncədir, təbiətdir, insandır və texnologiyadır. Bunun üçünün vəhdəti insanı mələk misal edir. Odur ki, sağlıq, ağıl və imkan. Bu üçünü ayrılıqda biri olmazsa insan məşəqqətlər çəkir, zillət çəkir. Sağlıqsız bir insan demək ağıl və nə qədər olsa, imkanı olsa bir şeyə yaramır. Yenə bir zillət çəkir. Və ya ağılsız bir insan bir əbləhdir, istifadə olunur. İmkansız insan da təbii ki, quş qanadsiz uçanmaz, bir yerə vara bilmir. İmkan o qədərdir ki, bir enerjidir, bir demək dəstəkdir ki, arzularını, layihələrini, düşüncələrini həyata keçirəsən. Fəqət insan ağılın
sağlığın və imkanın üstündə mələk misal olur. Bunu da bu yolda insan, təbiət və texnologiya işıqlı düşüncələrinizi ilə həyata keçirmək çox xoş olar. Mən inanıram ki, bunlar hamısı həyatın içindən gəlir. Həyat məktəbinin dərsləridir. Həyat məktəbi öyrəndikcə bitməz, sonu gəlməz, bir ünvandır, bir dəryadır. Biz bir zərrə, bir toz qədər bu sonsuzluğun içində özümüzü dərk edərsək, biz bağlıyıq, biz zəncirin içindəyik, biz vəhdətdəyik. Bütün titreşimlər, bütün tezliklər, bütün varoluşun duyuşu, duyumu, sezgiləri də hamısı vəhdətdə hərəkətdədir, onlar da sükunətdədir. Biz oturuşumuzda, duruşumuzda sükunətdə, eyni zamanda yer özü ətrafında, özü də günəş ətrafında. Bütün samanyolu planetlər dönməkdədir. Yəni sükunət hərəkətdir, şərti sükunətdir, müvazinətdir. Amma biz ona dərin meditasiya, düşüncə və işıqlı üçüncü göz, bəsirət bizim dərkimizlə, idrakımızla onların fərqindəyik. Və bunun üçün bunları dərk edənin xoş halına uğurlar diləyirəm hər kəsə. Bu faydalı məlumatın, bu verimli məğzi mahiyyəti aydın olan bir yolda düşünürəm ki, insanın, işıqlı insanların parlaq gələcəyi düşünən, demək, ictimai gücün, birliyin həqiqət yoludur, haqq yoludur, dünyaya gəlişin mənasıdır və belə də insan bunu necə ki bir deyir, qartal gücünü alar yuvada, sonra cövlan edər, uçar havada. Və belə də hər kəsə uğurlar, sərbəst, həyatla harmoniyada, uyumda, öz yolunda, öz uğurunun arxasında, öz ruzisinin, öz nemətinin dalında uçuşlar, uğurlar, yüksəlişlər arzu edirəm. Təşəkkür edirəm.